Elisabet yerləri, nə bilim, digər yerləri qoyublar yollarda. Yollar olsa balacadır üstəlik və bunu da güya indi bizi Avropa nümunə göstərirlər. Çox gözəl, biz yaxşı nümunədir, amma Bakını siz Bombeyə çevirmisiniz. Adi yağışda görünür Bakıda. Yollar bütün sudur. Yəni mən bu cür vəziyyət Avropa şəhərlərində yoxdur, amma Hindistan şəhərlərində var. Yəni Bombeyə çevrilən Bakıdan Amsterdam düzəltmək, Brüssel düzəltmək, Bonn düzəltmək, Zürich düzəltmək olmur. Oralarda indi evlərinizdə var, kapitalınızda var. Amma siz axı Bakıdan Bombeyə eləmişsiniz axı. Birinci gəlin Bakını təzədən eləyək. Əhali baxımından da, kəmiyyət, keyfiyyət baxımından da Avropa paytaxtları səviyyəsində, sonra artıq orada istərsiniz Elisabet yox, istərsiniz motosikl zolağı da qoyaq yollara. Nə ürəyiniz istəyir, onu eləyək. Yəni biz birinci bunu düşünməliyik ki, artıq bunu birinci iqtidar təkcə düşünməməlidir. Çıxış yolları axtarmalı ki, yenidən Bakıyı Bombey halından əvvəlki Bakı halına salsınlar. Sonra da artıq Amsterdam, Brüssel və yaxud da digər şəhərlərin vəziyyətini salmaq haqqında addımlar atsınlar.